Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər ölkələri Ermənistanı assosiasiyanın tam hüquqlu üzvü hesab etməkdə davam edir. Lakin bu status təşkilat çərçivəsində bütün öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur. Misiya TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasının yekununda deyib. Biz Ermənistanı hələ də bu təşkilatın tam hüquqlu üzvü hesab edirik. Lakin təbii ki, tam hüquqlu üzvlük Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnamə sənədlərindən irəli gələn bütün öhdəliklərin iştirakını və yerinə yetirilməsini, o cümlədən üzvlük haqqının ödənilməsini nəzərdə tutur deyə Rusiya Xarici İşlər Naziri bildirib. O həmçinin qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasının iştirakçıları Ermənistan Respublikasının Xarici İşlər Naziri Ararat Mirzoyanın bu tədbirdə iştirakdan növbəti dəfə imtina etdiyini müşahidə ediblər. Biz ondan çıxış edirik ki, dövlətlərimizin başçıları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində görüşərkən Ermənistanın təşkilata münasibəti faktını da nəzərə alıblar. Biz Ermənistanın hakim dairələrinə heç bir təzyiq göstərmirik, lakin bütün bu məsələlərdə aydınlıq gözləyəcəyik. Amma hamımız başa düşürük ki, Ermənistan müttəfiqlərindən, ən yaxın tərəfdaşlarından, qonşularından üz döndərərsə, bunun erməni xalqına heç bir faydası olmayacaq deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri yekunlaşdırıb. Nurlan Əhmədova, Zərintac Mayız qızı, Heydər Həsənli, Misiya TV.